Salam, hər vaxtınız xeyir olsun. Populyasiya və növün izahına baxırıq. Birinci, Karl Linneyin elmə gətirdiyi sistematik kateqoriyaların hər birini yazın. 4 sistematik kateqoriya gətirmişdir. Növ, cins, dəstə, sinif. Lamarckın qradiyasiyasını əks etdirən təsnifat sistemində onurğalı heyvanlar neçə pillədə yerləşdirilmişdir? Neçə pillədə deyirsə, 2 pillədə yerləşdirilmişdir. 5-ci və 6-cı pillələrdə, 5-ci pillədə balıq və sürünənlər, 6-cı pillədə isə quşlar və məməlilər. Çoxalma prosesinin oxşarlığı fizioloji, arealın ölçüləri və forması coğrafi, xromosom sayı genetik kriteri, dalayıcı qaymaq çiçəyinin çəmən və tarlalarda bitməsi ekoloji kriteri, əkiz növlərin olması isə heç birinə aid deyildir. 4-cü sual. Coğrafi növ əmələ gəlmə, ekoloji növ əmələ gəlmə və ümumi. Arealın genişlənməsi, hissələrə parçalanması, coğrafi növ əmələ gəlmə. Nisbətən qısa dövr ərzində baş verən mikrotəkamül prosesi olması ümumiyə aiddir, hər ikisinə də aiddir. Sibir qaraşamından Daur qaraşamının əmələ gəlməsi coğrafi növ əmələ gəlmənin arealın genişlənməsi növünə aiddir. Növün arealı daxilində həyat şəraitinin dəyişməsi ekoloji növ əmələ gəlmə, kəkilli arıquşunun toxumla qidalanması ekoloji növ əmələ gəlməyə, prosesin populyasiya daxilində başlanması ümumi ortaq cəhətdir. Kəpənək və onun tırtılları bir-birindən morfoloji xüsusiyyətlərinə görə kəskin fərqlənir. Bu növün hansı kriterisinin mütləq olmadığını isbat edir. Morfoloji kriterinin. Lamarck, Darwin və oxşar xüsusiyyətlər. Burada oxşar xüsusiyyətləri nəzərə almırıq. Təbii seçmə təkamülün hərəkətverici qüvvəsidir. Darwin. İlk dəfə təkamül ideyasını irəli sürmüşdür. Lamarck. Yaşamaq uğrunda mübarizənin 3 formasını göstərmişdir. Darwin. Təbiətdə təkamülün əsas hərəkətverici qüvvəsi kimi orqanizmin tərəqqiyə doğru olan meylini göstərmişdir. Lamarck. Zoologiyanın fəlsəfəsi əsərini yazmışdır. Lamarck. Təkamül nəticəsində faydalı əlamət qazanılmış və irsən nəslə ötürülmüşdür fikri. Lamarck. 7. Lamarckın qradiyasiyasını əks etdirən təsnifat sistemində bulmayklar neçə pillədə yerləşdirilmişdir? Neçə pillədə? 2 pillədə yerləşdirilmişdir, hansı ki 3-cü və 4-cü pillələrdə yerləşdirilir. 3-cü və 4-cü pillədə, 3-cü pillədə həşəratı, 4-cü pillədə isə xaçənkimləri misal göstərə bilərik. Linnəyə görə hansı bitkilərin çiçəklərində olan erkəkçiklərin sayına görə onları eyni təsnifat vahidində birləşdirmək olar. Biz bilirik ki, Linney heyvanlarda tənəffüs və qandamar sisteminə görə heyvanları bir qruplaşdırırdı. Bitkilərdə isə onların erkəkcik sayına baxaraqdan birləşdirirdi. Kələmdə 6 erkəkcik, kartofda 5 erkəkcik, quş əppəyində 6, it burnuda 5, zambaqda 6, qarğa gözündə 6 dənə erkəkcik olduğuna görə 1, 3, 5 və 6 olacaq. Hansı ifadələr doğrudur? Emosiyalar əsasən böyük yarımkürələrin təpə yox, alın və gicgah payı ilə idarə olunur. Düşüncəli fəaliyyətin səviyyəsi sinir sisteminin inkişaf səviyyəsindən asılıdır fikri doğrudur. Şərti qıcıqlandırıcı, şərtsiz qıcıqlandırıcı ilə möhkəmlənmədikdə şərti tormozlanma meydana çıxır fikri doğrudur. Tanış olmayan qıcığın təsirindən yalnız şərti yox, həm şərti, həm də şərtsiz tormozlanır. Anadan gəlmə davranış reflekslərinin daha mürəkkəb forması şərti yox, instinkt adlanır. Bu fikir də yanlışdır. Doğru cavabımız 2 və 3-dür. Emosiyaların əmələ gəlməsində böyük yarımkürələr qabığının alın və gicgah payları rol oynayır. Hərəki yaddaş, obrazlı yaddaş, emosional yaddaş. 11-ci sual. Musiqinin yadda saxlanılması, obrazlı yaddaş. Əmək vərdişləri, hərəki yaddaş. İdman vərdişləri, hərəki yaddaş. Sevindirici hadisənin yadda qalması, hormonların ifrazı ilə emosional yaddaş. Tanış sifətlərin yadda qalması, obrazlı yaddaş. 1BC, 2AY, 3D. 12-ci sual. İnsanda 8 fazadan ibarət adi yuxunun maksimum nə qədər müddətdə? Parasimpatik şöbə ilə müqayisədə simpatik şöbə sinirlərinin fəaliyyəti artmışdır. Simpatik şöbə sinirlərinin fəaliyyətinin artması tez yuxu fazası deməkdir.
Tez yuxu fazalarının maksimum müddətini istəyirsə 8 fazada, bunun 4 fazası tez yuxuya aiddir ki, onun 3 fazası 15 dəqiqə ilə maksimum götürərik, sonuncu bir fazasını isə 30 dəqiqə ilə götürərik ki, bu da 3 vurulsun 15, 45, üstə gələrəm 1 vurulsun 30, 45 ilə 30 dəqiqənin cəmi isə 75 dəqiqə, yəni 1 saat 15 dəqiqəyə bərabər olar. Azərbaycanda qırmızı kitab neçə hissədən ibarətdir? 2 kateqoriya və 2 hissədən ibarətdir. Birinci hissəsinə nəsli kəsilməkdə olan insan fəaliyyəti nəticəsində sayı get-gedə sürətlə azalan növlər daxil edilir. İkincisinə isə təbiətdə nadir şəkildə rast gəlinən, sayları az olan, onlar haqqında məlumatın az olduğu heyvanlar nəzərdə tutulur. Qida zəncirinin ikinci halqasını təşkil edənləri seçin. Redusentlər deyil, avtotroflar deyil. Çünki birinci halqa produsentdirsə, ikinci halqa bitki yeyən heyvanlardan söhbət getdiyinə görə konsumentlər, heterotroflar və parazitləri misal göstərə bilərik ki, birinci halqanı produsentlər təşkil edir. Düzgün ifadələri seçin. Yer üzərində ən böyük ekosistem biosfer adlanır. Fikri doğrudur. Yer planetində əsas istilik mənbəyi günəş spektrinin ultrabənövşəyi yox, infraqırmızı şüalanması olmalı idi. Meşə biogeosenozunda ən üst yarus işıqsevən ağaclar təşkil edir. Bəli, meşə biosenozunda ən üst yarusda işıqsevən ağaclar yerləşir ki, işığı daha yaxşı özünə çəksinlər. Qızılağac qoruğu süni yox, təbii biosenozdur. Ekoloji sistemdə avtotrof orqanizmlər produsentlərdir. Ekoloji sistemdə bəli, avtotrofdurlar və avtotrof orqanizmlər produsentlər adlanır. Fikri doğrudur. Cavabımız 1, 3 və 5 olacaq. Düzgün ifadələri seçin. Ot yeyən heyvanlar birinci dərəcəli konsumentlərdir. Quşların qida uğrunda mübarizə aparması rəqabətdir. Qida zəncirində ilk halqanı canavar təşkil edir. Fikri yanlışdır. Su mühitində produsent olmur. Fikri yanlışdır. Suyun kimyəvi tərkibi abiotik amillərə aiddir. Fikri doğrudur. 1, 2, 5 fikri doğrudur. Antropogen ekosistemlərə aiddir. Tarla, bağ, park, bunlar isə təbii halda yarananlardır. Antropogen o deməkdir ki, insan fəaliyyəti ilə yaranmış ekosistem. Qida zəncirində 3-cü dərəcəli konsument şəkildə də gördüyünüz kimi otu 1-ci dərəcəli çərkə yeyir. 2-ci dərəcəli qurbağa çərkəni yeyir. 3-cü dərəcəli ilan isə qurbağanı yeyir. Deməli bizdən ilana keçən enerjinin maksimum miqdarını istəyir. 5 milyon enerji günəş enerjisi var. 5 milyon enerjinin ota keçən enerjisi 1% olduğuna görə olacaq 50 min. Və bizdən maksimal keçən enerjini istəyirsə %20%-ni taparıq. %20% isə 5-ə bölə-bölə getmək deməkdir. Yəni biz çərtkəni tapmaq üçün 5-ə böləcəyik, olacaq çərtkə 10 min. Sonra biz əgər qurbağanı tapmaq istəyiriksə 5-ə böləcəyik, olacaq 2000. Sonra biz ilanı tapmaq istəyiriksə 1 də böləcəyik 5-ə, tapacağıq 400. Deməli cavabımız 400 kilojoule edəcək ki, o da 3-cü konsumentə keçən enerjidir. İnsanda dominant əlamətləri müəyyən edin. Mavi göz resessivdir. Kiçik burun resessivdir. Qara saç dominantdır. Sifətdə çil dominantdır. Qanın normal laxtalanması dominantdır. Yəni 19-da cavabımız 3, 4, 5 olacaq. Ada dovşanının 20-ci suala baxırıq. 5 dəri hüceyrəsindəki cinsiyyət xromosomları. Cinsiyyət xromosomları somatik hüceyrədə 2 dənə olduğuna görə olur 10. 2 spermatozoiddəki cinsiyyət xromosomu 1 dənə olduğundan 2 vurarıq 1-ə 2. Ondan çıxarıq 2 bərabərdir 8. İnsanda hansı xəstəlik zamanı hemoqlobin sintezi pozulur? Talasemiya xəstəliyi zamanı hemoqlobinin sintezində iştirak edən zülalın özünün sintezi pozulduğuna görə hemoqlobin sintezi pozulur. Nəticədə oksigen acılığı bədəndə yaranır. Diploid xromosom sayı 78 olan, burada yazılmalıdır toyuğun somatik hüceyrəsi və xoruzun yetişmiş eritrositi. Toyuğun somatik hüceyrəsi dedikdə toyuq bilirik ki, heterozigotdur və yazaram 76 plus XY. Və 76 dənə xromosom, autosom xromosom, deməli 38 müxtəliflikdir. XY isə 2 müxtəliflikdir. Yəni toyuqda 40 dənə müxtəliflik var. Xoruzun yetişmiş eritrositində
ümumiyyətlə nüvə olmadığına görə xromosom 0 sayılır. Ona görə toyuqdakı 40 dənə xromosom böyükdür 0-dan. İnsanda stressin hansı mərhələsində ruh düşkünlüyü, yuxusuzluq və baş ağrısı baş vermiş olur? Bu, 3-cü mərhələ orqanizmin zəifləmə mərhələsinə aiddir. İnsanda bu və ya digər əlamətin inkişafına ətraf mühitin təsiri öyrənilir. Əkizlik üsulu. İnsanların nəsil ağacını öyrənərək hər hansı bir əlamətin irsən keçməsini müəyyən etməkdən ibarətdir. Nəsil ağacı deyirsə, genealoji üsula aiddir. C variantı. Down sindromu kimi xəstəlikləri aşkar etməyə əsaslanır. Bu, sitogenetik üsula aiddir. İnsan orqanizminin maddələr mübadiləsində baş verən irsıq proseslərin, pozğunluqların səbəblərini öyrənmək üçün tətbiq edilir. Biokimyəvi kriteri. Hemofiliya xəstəliyinin resessiv surətdə cinsiyyət ilişikliyi keçməsini aydınlaşdırır. Resessiv sözünü nəyə görə işarə etdim? Çünki genealoji üsulda biz nəsildən nəslə keçən xəstəliklərin resessiv yoxsa dominant olmasını araşdırırlar. Yəni öyrənirik. Kitabda da bu şəkildə qeyd olunmuşdur. Demək ki, hemofiliya xəstəliyinin resessiv surətdə cinsiyyətlə ilişikliyi keçməsini aydınlaşdırır genealoji üsul. İnsanda cinsiyyətlə ilişikli ötürülən xəstəliklərə müəyyən edin. Hemofiliya X-la cinsiyyətlə ilişikli ötürülür. Talasemiya autosom resessiv xəstəlikdir. Down autosom xromosomlardan 21-ci cütün artması nəticəsində trisomiya xəstəliyidir. Y pulcuqlu dəri Y-lə keçən xəstəlikdir. Qulaqda tüklülük Y cinsiyyət xromosomu ilə ötürülür. Albinizm isə amin turşu mübadiləsinin pozulması nəticəsində gen mübadiləsi xəstəliyidir. Deməli, genda yaranır. Albinizm autosom resessiv bir xəstəlikdir. Virusların törətdiyi xəstəliklərə aid olmayan hepatit C virus xəstəliyidir. Qrip virus xəstəliyidir. A qızdırma isə virus xəstəliyi deyil. Mütəmadi olaraq spirtli içkilər qəbul etdikcə beyin yarımkürələr qabığının zədələnməsi baş verir ki, bu da get-gedə, yəni ağ isitmə xəstəliyinə gətirib çıxardır. Gits virus xəstəliyidir, çiçək virus xəstəliyidir. Əkizlik və biokimyəvi üsul. Oraq şəkilli hüceyrə anemiyası biokimyəvi üsuldur. Sifətdə kirliliyin olması əkizlik üsuludur. Barmaq izlərinin keçməsi əkizlik üsulu. Şəkərli diabet biokimyəvi üsulla öyrənilir. Down sindromu sitogenetik üsulla öyrənilir. Xarici mühitin orqanizmə təsiri isə əkizlik üsulu ilə öyrənilir. Hansı ifadələr doğrudur? Down sindromlu insanların karyotipində bir autosom xromosom artıq olur. Bəli, 21-ci cütdə artıq olur. Rəng korluğuna səbəb olan genlər X cinsiyyət xromosomunda yerləşir. Bəli, rəng korluğuna səbəb olan gen X cinsiyyət xromosomunda yerləşir və daltonizm adlanır. Hemofiliyaya səbəb olan genlər Y cinsiyyət yox, X cinsiyyət xromosomu ilə resessiv şəkildə keçir. İnsanda nikotinin təsiri ilə demək olar ki, bütün orqanların normal fəaliyyəti pozulur. Talasemiya xəstəliyi resessiv olub 2 formaya malikdir. Bu fikir də doğrudur. Yəni 1, 2, 4, 5. Hansı xəstəliyə qarşı insan orqanizmində immunitet yaranmır? Reproduktiv orqanların xəstəliyi olan zöhrəvi xəstəliyi. Bir qadının dərisi, balıq dərisi kimi pulcuqlu olan kişi ilə biz bilirik ki, dərinin balıq dərisi kimi pulcuqlu olması Y xromosomu ilə nəslə keçir. Əgər bu kişi ilə nikahından 4 oğlan övladı dünyaya gəlibsə, doğulan uşaqların hamısına Y xromosom atadan keçəcəyinə görə bu xəstəliyi də özü ilə aparır. Ona görə də doğulan uşaqlardan oğlan uşaqlarının sağlam olma ehtimalı 0%-ə bərabərdir.